Salam, mən Fox Akademinin fizika müəllimi Sahil müəllim. Bu videoda sizə tərpənən və tərpənməz blokdan ibarət belə bir sualın izahına baxacağıq. Kütləsi 10 kiloqram olan cisim bloklar sistemi vasitəsilə 0.5 metr/saniyə kvadrat təcillə 0.4 metr hündürlüyə qaldırılır. İpin sərbəst uzuna təsir edən F qüvvəsinin işini hesablayın. F qüvvəsinin biz işini tapmaq üçün ipin uzuna tətbiq olunan F qüvvəsini vurmalıyıq ipin yer dəyişməsinə. Biz əvvəlcə F qüvvəsini tapmalıyıq və ipin yer dəyişməsini tapmalıyıq. Baxırıq ki, tərpənən blokdur və tərpənməz blokdan ibarət sistemdir. Buradan aşağıya doğru F qüvvəsi də artır və eyni ipdə eyni gərilmə olduğuna görə burada da gərilmə qüvvəsi F-ə bərabərdir və eyni iplə gedirəm, burada da F-ə bərabərdir. Baxıram buradakı bloka. Bu bloku yuxarıya doğru 2F də artır və tarazlıq üçün aşağıdan da gərilmə qüvvəsi 2F qədər olmalıdır. Baxıram bu cismə. Cismi yuxarıya doğru 2F, aşağıya doğru cismin ağırlığı mg və Newton ikinci qanunu yazırıq. Təcil yuxarıyadır, onda yuxarı dartan qüvvə daha böyükdür. Yazacağıq ki, 2F minus mg bərabərdir ma-ya. 2F minus m cismin kütləsi 10 kiloqram, J-ni bizə 10 verib. 100 bərabərdir m 10 vurulsun təcil 0.5-dir. Buradan alırıq ki, 2F bərabərdir 10'u 0.5'e vuranda 5, 100'ü sağa keçiririk 105 və F-i buradan alırıq ki, 105 bölünsün 2. Biz qüvvəni tapdıq. İndi isə ipin ucuna tətbiq olunan ipin yer dəyişməsini tapmalıyıq. Baxırıq ki, bloklar sistemi qüvvədə 2 dəfə qazanc verir. Onda bilirik ki, H bərabərdir 2H3 olacaq. Yükün yer dəyişməsi bizdə 0.4-dür. Vururuq, eləyir 0.8. Gətirib yerinə qoyuruq. Qüvvə 105 bölünsün 2 vurulsun 0.8-də belə yaza bilərik, 10.8. 8 ilə 2 gedir 4, 105 10-la gedir, aşağıda qalır 2, yuxarıda qalır deməli 21. 4 ilə 2 gedir 2 və buradan alınır ki, 42 doğum. Sağ olun, növbəti videoda görüşərik.